Salam, hər vaxtınız xeyir olsun. Deməli, mən Səttə Misalı Magistraturası Təhsil Mərkəzinin informatika müəllimi. Bugün sizinlə kursumuzda keçirilən ümumi sınaq imtahanı 8-in informatika sualları ilə tanış olaq və izahına baxacağıq. Deməli, 21-ci sual. Bizdə true və false qiymətlərinə uyğun gələn xanaları istəyir. Burada başlayaq. A2-də yazıb sum A1 C1, yəni A1-dən C1-ə qədər A1, B1, C1. B1-dən mətn olduğuna görə bunu çıxdım. A1 və C1-in cəmi, yəni 5 və 17-nin cəmi, bura tapdım 12. Sonra B2-də deyir A1-in üzərinə 3K, 5-in üzərinə 3, 8. Daha sonra C2-də A4-ü böl C1-ə, A4-ə hesablayaq. A4-də product B1, C1, yəni B1 və C1-in hasilini tap. B1-dəki mətindir. Buna görə rəqəm kimi hesablanmır və C1-i götürürəm. Oldu 7. Deməli, C2-ni hesablayaq. A4-ü böl C1-ə, yəni 7-ni böl 7-yə. 1, 1-in üzərinə də 3 gəlirəm. Bu elədir 4. Sonra C2-yə baxaq. Count A1, C2. A1-dən C2-yə qədər, yəni A1-dən başlayaraq C2 diapazonuna qədər. Yəni bu şəkildə bu diapazonda və A1, C2. Bu diapazondakı rəqəmlərin sayı. Yenə B1 rəqəm deyil, yerdə qalan A1, A2, B2, C1 və C2. 5 dənə rəqəm var. Buraya yazıram 5. Daha sonra B2-ni hesablayaq. B2-nin qiyməti. Ədəd orta hesablamaq istəyir. A1, A2. 5 və 12 topladım 17. Üzərinə gəlirəm C2, yəni 4. Elədi 21. Bölürəm sayına 3-ə, yəni elədi 7. Deməli, tapdım B3-ü 7. Sonra A3-ə hesablayanda B1 kiçikdir C1-dən. Yəni B1 mətindir. Bunu rəqəmlə müqayisə eləmək istəyir. Bildiyimiz kimi mətin rəqəmlə müqayisədə böyük qəbul olunur. Buna görə də bu ifadə yanlışdır. Yəni B1-dəki mətin ifadəsi B2-də C1-də daha doğrusu rəqəmdən kiçik deyil. Buna görə də birinci yox, ikincini həll edirəm. Əgər ifadə doğru olsaydı birinci, yanlışdır deyə ikincini. Yəni C1-dən 2 çıxıram, 7-dir C1, 7-dən 2 çıxanda bura tapıram 5. İndi hesablayaq A6, A7, A8, A9-u. A6-da deyir A2, yəni A2-də tapmışam 12. Üstə gəl C3 böl 2. C3 5-dir. 5 böl 2. Yəni 2,5. Bu bərabərdir deyir B2 və C2-nin cəminə. B2 8-dir, C2-də 4-dür. 14, onda 5, 12-yə bərabər deyil. Buna görə birinci bu A6 ifadəsi false-dur. Yəni A aiddir 2-yə. Sonra ikincini hesablayıram A7-ni. A7-də qeyd edilib ki, sum B1, B4, B2, B3, B4-ə bərabərdir. Bildiyimiz kimi B1, B4-də B1 də var, B2, B3, B4-də. Yəni B1 burada artıqdır sadəcə. Biz baxırıq ki, xanamızda B1-də mətindir. Yəni bu onsuz rəqəm olmadığına görə biz elə sumda da B2, B3, B4-ə hesablayırıq. Bu biri tərəfdədir. Yəni hər ikisi 8, 7 və 18-ə hesabladığına görə bir-birinə bərabərdir, yəni truedur. Buna görə ikinci B-nin qiyməti olur true. Yəni B aid olur buraya. Sonra A8-i hesablasaq, deyir A2-nin üstünə C3 gəl. A2 12-dir, C3 5-dir. 12-nin üstə 5 gəlirəm, 17, 1 böl 2-yə, elədi 8,5. Bərabərdir, deyir bu A3 ilə, A3 5-dir, A4-ün yarısına. A4 də 7-dir, 7-nin də yarısı 3,5-dir. Həqiqətən baxıram ki, 8,5, 8,5-ə bərabərdir. Deməli, bu da true ifadəsidir. Oldu true. Deməli, BC oldu true. Artıq buradan belə başa düşürük ki, variantlara baxırıq. Yəni, cavabı tapmışıq artıq. Yenə davam edirik A9-u yoxlamaq üçün. A9-da da ədəd orta deyir B1, C1. Yəni, B1, C1. B1 mətin olduğuna görə bunu saymırıq. C1 7-dir və C3. C3 də 5-dir. 7 ilə 5-i topladım 12. Böldüm 2, 6. Deyir 6 bərabərdir B1-ə. Ancaq B1-dəki mətindir. Buna görə də bu olur false. Yəni ikinci oldu D. Deməli 1BC, 2AD düzgün cavabımız olur A variantı. Növbəti 22-ci sual. Halqavari topologiyalı lokal şəbəkənin əsas üstünlüklərinə aiddir. Bildiyimiz kimi halqavari topologiyada iki əsas üstünlük var. 1. Hər bir kompüter məlumat göndərməsi üçün ona müəyyən bir vaxt verilir.
və bir digər üstünlüyü isə hər bir komitə yalnız qonşu komitə ilə birbaşa bağlıdır. Yəni burada üstünlüklərimiz olur ikinci punkt və üçüncü punkt. Yəni B variantı. Bu ikisi halqa topologiyasının əsas üstün cəhətidir. 23-cü sualda Unicode sistemində dil kodlaşdırılmış bu ifadə neçə bit yer tutur? Bildiyimiz kimi ASC-də bir simvol 1 bayt, yəni 8 bit, Unicode-da bir simvol 2 bayt, yəni 16 bitdir. Deməli, biz buradakı simvolları sayıb 16-ya vurmalıyıq. Boşluq, tire, dırnaq xaric bütün simvollar sayılır. Bunu da sayıram 1, 6, sonra tire işarəsi 3 dənə, L, I, G 3 dənə bu 6 dənə, bir dənə boşluq 7, S 8, A 9, Y 10, boşluq 11, 3, 6, 7 dənə də burada, elə də 17. Deməli, mən 17-ni vurmalıyam 16-ya. Bu da olur 288. Növbəti 24-cü sual. Deyir, verilmiş əməliyyatlardan hansının obyektlər və ya qovluq üzərində tətbiq edilməsi nəticəsində sonradan həmin obyekt üzərində şəkildə fərqləndirilən əmrin icrasına zərurət yaranmaz. Biz bildiyimiz kimi obyekti delete əmri vasitəsilə zibil qutusuna atsaq və yaxud da kat edib zibil qutusuna past eləsək, yəni istənilən bir formada zibil qutusuna düşərsə, bu əmr vasitəsilə zibil qutusundakı bütün məlumatı silib boşaltmaq olar. Deməli, bu əmrə ehtiyac yoxdursa, biz obyekti artıq bir dəfəlik silmişik, yəni zibil qutusuna düşmədən. Bunun da klaviatura yolu Shift delete düyməsidir. İndi variantlarımıza baxaq. Baxın, variantda verdiyi obyekti delete eləmək və yaxud da kontekst menüyü açırıq, bu Shift F10 konteksti. Oradan delete vurmaq və yaxud da mouse'dan risale kimi bin atmaq, yaxud kat eləyib sonra past eləmək zibil qutusuna. Bu halda faylımız zibil qutusuna düşür. Ancaq C variantında bir dəfəlik silindiyinə görə, deməli, həmin əmrə ehtiyac qalmır. Yəni, obyekt zibil qutusuna düşmür. Düzgün cavab olur C. 25-ci sual. Aşağıdakı əməliyyatlardan birini font qrupu vasitəsilə icra etmək mümkün deyil. Sənəddə bütün hərflərin registrəni böyük hərf formatına keçirmək mümkündür. Sənəddə hər hansı bir mətn hissəsinin üzərindən bir qat xətt çəkmək olar, 2 qat xətt çəkmək olar, altdan 2 qat xətt çəkmək olar, ancaq Y variantı olmaz. Bu fontda yox, Y variantı paraqrafın əmridir. Bunu Word üzərindən əyani göstərsək, baxın, Word proqramında bu xəttin üzərindən bir qat xətt çəkmək və yaxud da bunun alt pəncərəsini açırıq. Burada double var, 2 qat xətt çəkmək, yaxud da underline-dan altdan xətt çəkmə əmrini vermək, altdan bir xat, 2 xətt çəkmək və s. Və yaxud da burada A variantında qeyd elədiyi registr dəyişməkdir. Baxın, hamısını kiçik, hamısını böyük, hər sözün baş hərfini böyük, cümlədə kimi yazmaq olar. Abzas göstəricisi isə paraqrafın üzərindədir. Yəni, fonda aid deyil. Ona görə oldu cavab Y variantı. Növbəti 26-cı sual. 26-cı sualda bizə qeyd edir ki, aşağıdakı ədədlərdən hansı 127 onluq ədədinin ikilik yazılışıdır? Deməli, bunu bir neçə yolla hesablamaq olar. Daha rahat yol budur ki, biz bilirik ki, 128 2 üstü 7-dir. 2 üstü 7 də yəni 1, ardınca 7 dənə 0-dır. Bu şəkildə. Bu 128-dir. Avtomatik 127 olması üçün bu 1 gedir. Yerdə qalan hamısı olur 1. Yəni, bu bunun daha rahat yoldur. Deməli, 1, 7 dənə 0, biz 6, 0 yazmışıq. Bəli, bu şəkildə. 1-i silirik, bu olur sürətli şəkildə tapmaq. Yaxud da digər bir metod. 127 ədədini 2-yə bölə-bölə getmək. Yəni, 127-ni 2-yə bölə-bölə gedirəm. 127-ni 2-yə bölürəm bir dəfə, 63, 126, elədi 1. Sonra yenidən 63-ü 2-yə bölürəm, alınır 30, 1, 62, elədi 1. Bu şəkildə 2-yə bölə-bölə getmək, yenə 31-i bölsək 2-yə, bölürəm 2. 15, 30, alınır 1. Biraz bu hissədə yeri genişləndirək, daha rahat görünsün deyə. Daha sonra, hələ ki burada 3, 1 almışam, gördüyünüz kimi. 15-i davam edirəm, bölürəm 2-yə. 7, 14, qalır 1. 7-ni bölürəm 2-yə. 6,
Daha doğrusu 3, 6, qaldı 1. 3'ü də bölürəm 2-yə yekun olaraq. Bir dəfə 2, 2 qalır 1. Bunu da artıq verilən tərsdən yazdıqda ki, belə yazmalıyıq. Hamısı 1 olduğuna görə və 7 dənə 1-dir, olur A variantı. Növbəti 27-ci sual. 27-ci sualda bizə qeyd edir ki, sonu enter düyməsi ilə bitən və məntiqi tamamlanmış mətn fraqment dedikdə nə başa düşülür? Biz bilirik ki, enter düyməsi nə zaman zəruridir? Abzasın sonunda. Deməli, sonu enterdən bitibsə, bu ifadə dedikdə abzas başa düşülür. Şəbəkədə verilənlərin ötürülməsinin idarə edilməsi protokolu, ötürməni idarə etmək nəqliyyat səviyyəsinə aid olan TCP protokoldur və ünvanlama IP protokoldur. Buna görə olur düzgün cavabımız B variantı. 29. Elektron cədvəldə uyğun olaraq bu diapazondakı sütunların sayını müəyyən edin. Sütunlar bildiyimiz kimi hərfləri hesablamaqdır. Birincidə B-dən F-ə hərflər. B, C, D, Y, F. Yəni 5 dənə. İkincidə sadəcə bir dənə C olduğuna görə deməli birincidə 5, ikincidə 1. Yəni düzgün cavabımız olur Y variantı. 30-da verilmiş fraqment hansı lent tabına məxsusdur? Bildiyimiz kimi burada slayd nümayişi slide show-ya aiddir. Buna görə də olur düzgün cavab A variantı. Yəni PowerPoint proqramında göstərsək, burada slide show-nun içərisində setup hissəsini kəsib bizə göstərir hansı yarım qrupa aid olduğunu istəyir. Hansı tabı soruşur daha doğrusu. Deməli, davam eləyək. Növbəti 31-ci sual. Aşağıdakılardan hansı elektron cədvələ aiddir? Biz bilirik ki, hansı proqrama aid olduğunu müəyyənləşdirmək üçün genişlənməsinə baxmaq lazımdır. Yəni, genişlənmə Excel aiddirsə, deməli bu elektron cədvəldir. Bu da olur B variantı. A variantı Word-dür, D variantı WordPad-dir, Y variantı Notepad-dir, C variantında da XLS-i götürüb adda yazıb genişlənmə Excel kimi verib bizi çaşdırmaq üçün. 32-ci sualda deyir, informasiyanın ən kiçik elementidir. Biz bilirik ki, aksesdə sahə dedikdə ən kiçik, ən sadə element başa düşülür. Buna görə də düzgün cavabımız olur B variantı. Növbəti 33-cü suala baxsaq, uyğunluğu müəyyən edin. Burada deməli, biraz aşağı çəkək. Yazıb mərkəzi prosesor, ümumiyyətlə prosesorun işi variantları uyğunlaşdırsaq, emal etməkdir. A aid olur 1-ə. Monitor, printer, akustik sistemlər bildiyimiz kimi bu çıxış qurğularıdır. Buna görə də bu aid olur B variantında dediyimiz çıxış qurğuları, yəni xaric edən qurğular. Bu aid olur B 4-cüyə. C variantında klaviatura, sıçan, mikrofon, skanner. Bunlar giriş qurğularıdır. Buna görə aid olur 3-cüyə. Sərt disk, flash kart, əməl yaddaş. Bunlar yaddaş qurğularıdır. Aid olur 2-yə. Və sonuncu flat B TV Tuner qrafiki planşet kolonkalar. Burada artıq içərisində flat B TV Tuner qrafiki planşet. Bunlar giriş qurğusudur. Kolonka çıxış qurğusudur. Yəni burada kolonka olmasaydı bunu daxil etməyə götürərdik. Yaxud da ilk 3 olmasa bunu çıxışa götürərdik, xaric etməyə. Ona görə hal-hazırda yeni heç birini götürə bilmirik. 1A, 2D, 3C, 4 Bakı olur C variantı. Növbəti 34-cü sual. Aşağıdakı alqoritmi yerinə yetirməsindən sonra Y və Z-in hasilini tapın. Bunu da daha rahat belə çubuq çəkməklə X, Y, X-i verib bizə 4, Y-i verib bizə X üstəgəl 2, yəni 4-ün üstə 2 gəldi 6. Sonra Z-i də verib bizə Y-in üstə 3 gəl. Yəni 6-nın üstə 3, 9. Sonra X bərabərdir, Z-dən X çıx. 9-dan 4 çıxanda X-in yeni qiyməti oldu 5 və Z bərabər X-in üstə 5 gəl. 5-in üstə 5 gələndə elədi 10. X-in sonuncu qiyməti 5-dir, bunu 5 kimi qəbul edirəm. Və bizə Y-dən Z-in hasilini istəyir. 6 və 10 hasili elədi 60. Yəni düzgün cavab B variantı. 35-də antivirus proqramlarının funksiyasına görə tiplərinə aid deyil. Y variant deyə bir tip yoxdur. Filtr keşikçidir, immunizator vaksindir, proqram həkimdir və müfəttiş proqramlardır. Bu 5 dənə növü var. 36-da təqdimata aşağı və yuxarı sərlövhə əlavə etdikdə aktivləşən alət tabı
Word proqramında Hida Fude əlavə etdikdə Hida Fude alət tab aktivləşir. Yəni A variantı Word-ə məxsusdur. Ancaq PowerPoint proqramı soruşduğuna görə bizdən PowerPoint ilə Hida Fude-də shape format aktivləşir. Yəni B variantı. Bəyanı göstərim. PowerPoint ilə insert-dən Hida Fude əlavə edək. Məsələn, əlavə elədik. Bu Hida Fude-yə gələn kimi gördüyünüz kimi yuxarıda shape format aktivləşmiş oldu. Davam edək. Növbəti. 37-ci sual. Qurğular və xarakteristika arasındakı uyğunluğu müəyyən edin. Bu növbəti səhifəyə əlavə edək, daha rahat görmək üçün. Deməli, baxaq indi sualımıza. Qurğu və xarakteristika arasında uyğunluğu müəyyən edin. Deməli, bizdən soruşur ki, kompüterin xarakteristikası, prosesorun, printerin xarakteristikaları. Burada birinci olaraq kompüterin xarakteristikası nədir bildiyimiz kimi? Qiymətidir, yaddaşıdır, işləmə sürətidir, iş etibarlılığıdır, hesablama dəqiqliyidir və əmrlər sistemidir. Yəni, variant olaraq baxmış olsaq, birinciyə aiddir işləmə sürəti A, daha sonra burada hesablama dəqiqliyi var D, daha sonra qiyməti var Y. Yəni, biri A, D, Y aiddir. Sonra ikinci punktda baxdıqda prosessoru takt tezliyi, keş yaddaşın tutumu, mərtəbəlilik, əmrlər sistemi və hesablama dəqiqliyi burada da var. Bura aiddir C və D punktları. Yəni, D həm kompüterdə var, həm prosesorda. Printerin xüsusiyyətlərindənsə burada variantda verdiyindən çap keyfiyyəti qeyd olunub. Bu da olur B bəndi. Buna görə 1A, D, Y, 2C, D və 3B. Yəni, düzgün cavab olur C variantı. Növbəti 38-ci sualda qeyd edilir ki, qiymətləndirmə nəticələri adlı verilənlər bazasında cədvəl verilib. Şərti ödəyənləri göstərin. Riyaziyyat böyük olsun 35-dən, riyaziyyatı 35-dən böyük olanları pluslayaq. Bunların riyaziyyatı 35-dən böyükdür. Və biologiyası 20-dən kiçik olsun. Biologiyası 20-dən kiçik olanlara da plus ataq. 20-dən kiçikləri işarələdim. Və eyni zamanda ümumi balı böyük olsun 75-dən. Ümumi balda 75-dən böyük olanları pluslayırıq. Burada bizdə üçündə də ənd işlətdiyinə görə üçünün də kəsişməsini, yəni üçünü də ödəyənləri qeyd etməliyəm. Hansı sətirdə, yəni kimlərdə üçü də ödəyir? Məsələn, Kamranda birinci və riyaziyyat və ümumi balı ödəyir. Ancaq bioloji ödəmir. Hər üç ödəyən baxıram ki, bir Raufdur, həm riyaziyyatda ödəyib, həm bioloji ödəyib, həm ümumi bala plus atmışıq. Və daha sonra bir də Ləman ödəyib. Buna görə olur düzgün cavab Y variantı. Bunu və yaxud da digər yolla belə yaza bilərdik. Bu plus işarələdiklərimizi qeyd edərdik. Yəni, məsələn, 1, 2, 3, 4 və 6. Və daha sonra digərlərini belə tək-tək yazıb, üçündə də ortaq olanları götürə bilərdik. Yaxud da yazdığımız formada hər üçünə plus atmışıqsa, deməli, üçündə də ortaq olur. Yəni, üçü də ödəyir. Düzgün cavab olur Y variantı. 39-cu sual. Aşağıdakı əməliyyatlardan birini tətbiq etdikdə sütun ardıcılığı dəyişmir. Bildiyimiz kimi, filtrləmə əməliyyatını tətbiq etdikdə sətirlərin ardıcılığı dəyişir. Sütun ardıcılığı dəyişmir. Çünki filtri sətrə tətbiq etmiş oluram. Sətirləri filtrləyirik. Yəni, söhbət nədən gedir? Məsələn, burada, deməli, informatika nəticələri bir cədvəl qururuq. 22, 23, 24, 25, 20 və s. Burada gəlib filtr tətbiq etməyə çalışaq. Home'dan və yaxud da datada filtri kliklədim. Məsələn, informatikası 25 olanları seçirəm. Baxın, sətir ardıcılığı dəyişdi. Deməli, filtrləmə əməliyyatı bizdə aiddir sətirlərə, yəni sütuna tətbiq etmək olmur. Ancaq biz sütunu dondura bilirik, sütun ölçüsünü sıfırlaya bilirik. Yəni, burada söhbət nədən gedir? Bunları da göstərək, məsələn. Nümunə kimi. Deməli, sütun ölçüsünü sıfırlamaq dediyimiz budur. Bu şəkildə, yaxud da Home'un selindən etmək olar. Baxın, sütun ölçüsü sıfırlandı, yəni ardıcılıq dəyişdi. Yaxud, məsələn, dondurma dediyimiz ifadə View-da, məsələn, ilk sütunu dondururam Freeze Pane-də. Mən sağa doğru getdikcə A qalır, ancaq digərləri
Burada ad olunub deyə görünür, digərləri də fırlanır deyə artıq görünmür. Yəni bir də başa ad lifi gedib bu şəkildə üstün ardıcıllığı dəyişir. Və yaxud da qruplaşdıra bilərik, yaxud gizlədə bilərik. Məsələn, onlardan da nümunə göstərsək, tam ki, mən B sütununu seçdim, BC-ni gizlətmək istəyirəm. Bu şəkildə gizlətdim və üstün ardıcıllığı dəyişdi. Eyni qaydada da qruplaşdıranda da üstün ardıcıllığı dəyişdirilmiş olur. Növbəti 40-cı sual. 40-cı sualda deyir, aşağıdakı mülahizələrin aid olduğu internet xidmətini göstərin. İnsanlar bu xidmətdən ənənəvi məktub, telefon, faks əvəzi istifadə edirlər. Bildiyimiz kimi və uzaq məsafəyə xəbərlərin ötürülməsi bu artıq elektron poçt proqramından bəhs edir. Digər punktları da oxuyanda, məsələn, əsas hissə burada Outlook Express proqramında nümunə kimi göstərib. Biz tətbiqi proqramın qlobal komputer şəbəkəsindən bəhs edəndə elektron poçt proqramlarına MS Outlook və Eudora misal göstərmişik. Yəni, buradan da sualı rahat şəkildə tapmaq olar. Növbəti 41-ci suala baxaq. Deməli, 41-ci sual. 41-ci sualda qeyd edir ki, doğru mülahizələri müəyyən edin. Insert tabı vasitəsilə şərh əlavə etmək, silmək. Artıq bura qədər doğru, buradan sonrası yanlış. Çünki biz bilirik ki, insert tabında sadəcə komment əlavə etmək var, yəni şərh əlavə etmək. Şərhlə bağlı digər bütün əməliyyatları biz referens tabından, daha doğrusu review tabından edirik. Bax, şərh əlavə etmək, silmək və s. Bunlar reviewdadır. Buna görə bir yanlış. İkincidə cədvəldən sətr və ya sütunu delete vasitəsilə vurduqda yalnız sətr silinir, yanlış. Delete düyməsi həmin sətr və ya sütun daxilindəki məlumatları silir. Sətri silmir. Sətri silən backspace düyməsidir. Buna görə 2-də yanlış. 3-də görünüş rejimlərindən yalnız read mode, print layout və web layout da şəkillər görünür. Bu ifadə doğru. Çünki biz bilirik ki, görünüş rejimlərindən outline və draftda sənəd üzərindəki obyektlər, yəni şəkil fiqurlar görünmür. Məsələn, bir fiqur əlavə etdik. Biz gələk burada view-ya, məsələn, draft görünüş rejiminə keçək. Baxın, və yaxud da outline-da şəkil fiqurun görünmür. Ancaq əvvəlki görünüş rejimlərindən birinə qayıtsaq, şəkil fiqurun göründüyünü görərik. Buna görə 3-cü punktda qeyd olunan fikir doğrudur. Yəni, draft və outline ilə başqa yerdə qalanlarda şəkil fiquru görmək olar. Növbəti 4-də Ctrl-Z düymə kombinasiyası vasitəsilə miqyası əvvəlki miqyasına qaytarmaq mümkündür. Bu yanlış fikirdir. Çünki Ctrl-Z sənəd üzərində edilmiş dəyişiklikləri geri qaytarır. Yəni, şrifti böyütmüşəmsə bunu geri qaytarır. Və yaxud da müəyyən bir məlumatı silmişəmsə bunu geri qaytarır. Formatlama əməliyyatlarını, sənəd üzərində olan əməliyyatları geri qaytarır. Ancaq şrifti geri qaytara bilmir. Daha doğrusu miqyası geri qaytara bilmir. Yəni mən miqyası böyütdüm, Ctrl-Z-i vurdum, yenidən bu miqyas geri qayıtmayacaq. Növbəti 5-ci punktda Find and Replace dialoq pəncərəsini açmaq üçün vəziyyət sətrində düymə nəzərdə tutulub. Bu ifadə doğrudur. Çünki vəziyyət sətrində bildiyimiz kimi page var, page n of n var. Biz page n of n-i vurduqda find'ın klikləmək kimi naviqasiya açılır. Sadəcə page-i vurmuş olduğumuz halda bu halda bizdə açılır Find and Replace dialoq pəncərəsi. Buna görə də verilmiş ifadə yəni 5 doğrudur. 6-da səhifənin aşağı və ya yuxarı sərlövhəsində səhifə parametrlərinə uyğun ayrılmış hissədə yerləşən mətn sərlövhədir. Bu da doğru fikirdir. Buna görə düzgün cavablar olur 3, 5, 6. Növbəti sualların izahına baxaq. Deməli, 42-ci sualda 6 sətir və 5 sütundan ibarət cədvəl verilmişdir. 4-cü sütun bütün xanaları seçildikdən sonra klaviaturadan backspace düyməsi sıxılmışdır. Bunu həm cədvəl üzərindən göstərək. Məsələn, deməli, 6 sətir və 5 sütundan ibarət bir cədvəl quraq. Insert table-dan 6 sətir və 5 sütun. Qurduq. Bu bizim cədvəlimiz. Suala qayıdaq.
Deməli, dördüncü sütunun bütün xanalarını seçildikdən sonra klaviaturadan delete düyməsi kliklənib. Deməli, biz dördüncü sütunun bütün xanalarını seçmişik. Dördüncü sütunu. Və klaviaturadan backspace düyməsini daha doğrusu klikləmişik. Deməli, sütunun sayı azalıb artıq oldu 4 dənə sütun. Və daha sonra dördüncü sütunun son 5 sətri seçilərək aşağıdakı əmr icra olunub. Və dördüncü sütunun son 5 sətri seçildi. Aşağıdakı əmr. Əmrə baxaq. Əmrdə qeyd olunur ki, split cell pəncərəsi açılıb 5 dənə sütun, 3 dənə sütun və 5 dənə sətir qeyd olunub. Deməli, bu seçdiyimiz hissənin yerinə baxın, 5 sütun və 4 sətir yerləşdirir. Splitə daxil olurum. 3 sütun daha doğrusu 5 sətir. Ok düyməsini vurdum. Bu şəkildə. Məndən soruşur ki, dəyişikliklərdən sonra ümumi neçə xana olar? Bu hissədə artıq 15 dənə, bir dənə yuxarı hissəsi, yəni bu hissəsi. 16 dənə, yəni burada ümumilikdə 16 xana və digərlərində baxıram ki, 6, 6, 6. Yəni, alt dəfə 3, 18 burada, 16 burada, elə cəmi 34 xana. Bəs artıq düşünsək ki, biz imtahanda əlimizdə həmin Word proqramı yoxdur. Biz bunu necə yazırıq? Bu şəkildə cədvəli qururuq 6-nın 5-ə. Bu bizim cədvəlimiz. Birinci, ikinci, üçüncü, dördüncü və beşinci sütun və 6 dənə sətir. Birinci, ikinci, üçüncü, dördüncü, beşinci, altıncı sətirlər. Bizə deyir dördüncü sütunun bütün xanalarını seçdim. Backspace vurdum. Yəni, bax, bu dördüncü sütun bütövlükdə sildik. Bu sütun. Bu getdi. Və sonra deyir, dəyişiklikdən sonra dördüncü sütun, artıq dəyişiklikdən sonraki dördüncü sütun bu olur, yəni sonuncu sütun. Bunun 5 dənə xanasını seçir. Yəni, son 5 sətri dedikdə bunlar qeyd olunur. Baxın, bu nöqtəliyim. Bu hissəni seçir. Bunun yerinə bu gördüyünüz 3 dənə sütun və 5 dənə sətr yerləşdirir. 3 dəfə 5, 15. Yəni, bunun yerinə 15 dənə xana olur və bir yuxarıda xana var. Cəmi 16 xana olur. Digərləri bu sütun, yəni üçüncü qalan sütun 6 xana, ikinci qalan sütun 6 xana və birinci qalan sütun 6 xana ümumilikdə hesabladıqda 34 xana olmuş olur. Yəni 42-ci sualın cavabı 34. 256 Hz diskretləşmə tezliyi ilə 2 kanallı audio yazılır. Səs yazma 256 səviyyədə diskretləşmə tezliyi ilə aparılarsa, hər siqnalın mümkün minimal bit sayını müəyyən edin. 256 səviyyəli diskretləşmə tezliyi isə 256 208-dir. Buna görə də elə bit sayı 8 bitdir. Bizdən sadəcə bunu soruşur. Hesablamanı soruşsaydı, 256-nı vurardım 2 kanal 2-yə, vurardım 8-ə və bizə bir zaman verərdi. Həmin zamana vurub ümumi hasili tapardıq. Növbəti baxaq 44-cü suala. Demək, 44-cü sualda bizə qeyd edir ki, doğru mülahizələri müəyyən edin. SSD-lərdə məlumatın saxlanması üçün elektron yaddaş çiplərdən istifadə olunur və onlar hərəkətli hissələrə malik olmadıqları üçün HDD ilə müqayisədə daha sürətli və davamlıdırlar. Bu birinci qeyd olunan fikir doğrudur. SSD bilirik ki, xarici yaddaşlardan sürətinə görə ən böyük olandır. İkinci, qrafik kart əsasən vizual məlumatların emalı və grafikanı göstərmək üçün istifadə olunur. Doğrudur. Kompüterlər yalnız bir məqsəd üçün hazırlanır, universal növü yoxdur. Yanlışdır. 4-də kompüterlərin yaranma mərhələlərinə görə təsnifatı onların hansı nəslə aid olduqlarını göstərir. Doğru ifadədir. Kompüterlərin nəsillərə görə təsnifatı yalnız onların hansı ölkədə istehsal olmaz. Xeyr, nəsillər dediyimiz element bazasına görə təsnifləşdirilir, hansı ölkədə istehsalına görə deyil. Qrafik adapterlər əsasən kompüterin şəbəkə bağlantısını təmin etmək və internetə çıxışı. Bu qrafik adapterlər deyil, internetə çıxışı təmin etmək üçün biz modemdən istifadə edirik. Buna görə düzgün cavablarımız 1, 2, 4. Və sonuncu 45-ci sualımız. Uyğunluğu müəyyən edin. Navigation pane, preview pane, detail pane. Birinci, variantlardan başlasaq. A variantında qeyd olunub ki, cari qovluq pəncərəsinin sağ kənarında seçilmiş fayl və obyektin məzmunu ilə yanaşı müəyyən təfərrüatlar da
Ki buradan artıq açıq görsənir ki, obyektin təfərrüatlarını göstərən, yəni baxın, imtahanda bu şəkildə işləyə bilərsiniz. Təfərrüatlar aiddir üçüncüyə, yəni detail payına. Bunu qeyd edirik A-nı 3-ə. Buradan qarşısından yazaq. Yəni burada söhbət nədən gedir? Hər hansı bir qovluq açaq. Məsələn, bu qovluq. Burada view'da detail payını aktivləşdirdiyimiz halda, baxın sağ tərəfdə obyektin məlumatlarını göstərmiş olur. Bizdən sualda bunu deyir. Növbəti B-də pəncərənin sol kənarında hərəkət panelinin görünüb görünməməsini təmin edir. Bu da bildiyimiz kimi navigation pane'dir. Birinci, yəni yenidən göstərim. Bu isə navigation pane vasitəsilə baxın, navigation pane'i gizlətdik və yaxud da göstərdik. Buradan tənzimlənir. Doğrudur. Yəni navigation pane aiddir. Başlıq sətrinin sol kənarında yerləşən mühüm əmrlərin icrası. Bu cəhd müraciət panelidir. Bu yuxarı sol küncdə olan. Sadəcə burada seçimlərdə cəhd müraciət paneli, yəni Quick Access toolbar yoxdur. D variantında cari qovluq pəncərəsinin sağ kənarında seçilmiş fail obyektin məzmunu öncədən əks olunur. Yəni preview pane'dir. Bu aid olur ikinciyə. Burada söhbət nədən gedir? Deməli, baxın biz obyekti açmadan, yəni bu faylımızı açmadan preview vasitəsilə klikləyirəm. Obyektin içərisindəki məlumatı bizə bu sağ hissədə ön baxış kimi göstərmiş olur. Sonuncu Y variantı açılmış qovluğun alt qovluqlarını iyerarxik strukturda əks etdirmək və s. Bu da artıq naviqasiyaya aiddir. Buna görə bu da aid olur birinci. Yəni bu hissədə bizim navigation pane'də olanları var, expanded var, genişləndirmək. Yəni bunun içərisindəkiləri göstərmək üçün istifadə edə bilərik biz bunu. Baxın, şaxələndirilmiş şəkildə hamısını göstərmiş olur. İç-içə bütün qovluqları şaxələndirdik. Yenidən yığa bilərik. Baxın, hal-hazırda olduğumuz qovluğa. Belə, bu da aid olur naviqasiya. Yəni 1B-yə, 2D, 3A. Ümumi sınav imtahanı izahı bu qədər. Hər birinizə bazar günü keçiriləcək magistratura daha doğrusu bazar günü keçiriləcək Dövlət İmtahan Mərkəzinin magistraturanın ikinci mərhələsində uğurlar arzu edirəm. İnşallah çəkdiyiniz əziyyətlərin bəhrəsini imtahanda əldə etmiş olarsınız. Hər birinizi uğurlar.